Ermənistanın Hraparak nəşri 57 kvadrat kilometr ərazinin Azərbaycana veriləcəyini iddia edir. Nəşr yazır ki, Ermənistan ərazisi SSR vaxtında 29,8 min kvadrat kilometr göstərilirdi. Ancaq baş nazir Nikol Paşinyan bir müddət öncə bu rəqəmin əslində 29,743 kvadrat kilometr olduğunu dedi. Məhz ondan sonra artıq ölkə ərazisinin Paşinyanın açıqladığı rəqəmlə ifadə edilməsinə başlanıldı. Bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da ölkəsinin Azərbaycan ərazisinin 110 kvadrat kilometr hissəsini öz nəzarətində saxladığını açıqlamışdı. Hraparakın iddiasına görə baş nazirin qeyd etmədiyi 57 kvadrat kilometr ərazinin yaxın gələcəkdə Azərbaycana verilməsi nəzərdə tutulur. Bu səbəbdən Ermənistan torpağı kimi təqdim olunmur. Sözü gedən ərazinin Zəngəzur dəhlizini əhatə edəcəyi güman edilir. Global Info.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, demarkasiya məsələsinin həlli üçün müxtəlif xəritalar ortaya atılır. Məsələn, Azərbaycan tərəfi daha çox irəli gedərək 1918-1920-ci illər SSR-nin çəkdiyi birinci, ikinci xəritələri və sonda 1970-ci illərin xəritələrini qeyd edirdi. Bütün bu xəritələrdə ərazilər fərqli kvadratlarla göstərilib. Ümumiyyətlə, Hraparak nəşri və erməni müxalifəti rəsmi İrəvanın Zəngəzur dəhlizi dediyimiz ərazini Azərbaycana verə biləcəyini düşünür. Bu, hüquqi baxımdan da mümkün variantdır. Çünki SSR dönəmində həmin ərazi məhz Azərbaycana aid olub və buradan Ermənistana dəmir yolu xətti fəaliyyət göstərib. Müharibədən sonraki dövrdə isə sözü gedən dəmir yolu tunelləri dağıdılıb. Yəni, bu məntiqlə həmin ərazinin bizə geri verilməsi mümkündür. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın buna getməsini mümkün hesab etmirəm. Paşinyan seçkilərdə qələbə qazanaraq belə bir addım ata bilərdi. Amma təəssüf ki, erməni müxalifəti artıq indidən məsələnin üzərinə düşüb. Ona görə də hazırki məqamda ərazinin təhvili real görünmür. Ümumiyyətlə, tərəflər arasında torpaq mübadiləsi ilə bağlı xeyli problem mövcuddur. Qazağın 3 kəndinin verilməsi, Kərki kəndi və Gədəbəyin başkənd bölgəsi məsələsi var. Paşinyan da bunu tez-tez dilə gətirir. Erməni politoloqlar qeyd edir ki, Kərki ilə başkəndi dəyişmək lazımdır. Düşünürəm ki, sadələnən prosesləri seçki qabağı mərhələdə tənzimləmək çətindir. Müxalifət isə bunu Paşinyanın əleyhinə çevirmək istəyir. Gələcəkdə məsələ ilə bağlı mübahisəli məqamlar ola bilər. Politoloq Zaur Məmmədov qeyd edib ki, hazırda Ermənistan müxalifəti seçki öncəsi Paşinyan hakimiyyətinə təzyiqlər etməkdədir. Bu kontekstdə şərti sərhədlərdəki ərazilərlə bağlı hakim komandanın davranışlarına diqqət çəkir, ictimai fikri çaşdırmağa çalışırlar. Yaxın 6 ay ərzində Ermənistan daxilində vəziyyət daha da gərginləşəcək və Paşinyana qarşı siyasi, fiziki təqib maksimum olacaq. Ukraynadakı müharibə bitərsə, Qafqazdakı proseslər yeni görkəm ala bilər. Azərbaycan və Ermənistan hakimiyyətləri arasında dialoq davam edir. Bu təmaslar bir neçə istiqamət üzrə davam etdirilir. Sərhədlərin delimitasiya və demarkasiyası prosesi həllini tapmalı olan birinci dərəcəli məsələ deyil. Başqa bir sıra mövzuların həlli istiqamətində işlər gedir. Erməni tərəfi bilməlidir ki, yaxın 5 ildə real Ermənistan haqqında düşünməli və buna uyğun davranmalıdırlar.